Qoy bunu bəşər bilməsin. Allah ki bilir. Bu üsul sənin səmimiyyət və ixlasını daha da artırar. Allah bu üsluba xüsusi diqqət yetirir. 2. Bir də var aşkar sədəqə. Bu da sadəcə cəmaatı yaxşı işlərə təşviq və dəvət etmək üçündür. Sənin məqsədin yalnız insanları yaxşı işlərə cəlb etmək olmalıdır. Öz şəxsi mənfəətini güdmək yox. Sonda bir daha deyim ki, sədəqə təkcə mal və pul vermək deyil. Sədəqə ehtiyaclı insana fayda verəcək əhəmiyyətli bir şeyi onunla bölüşməkdir. Sədəqə müsbət auranı, enerjini bölüşməkdir. Kiməsə təbəssüm etmək, zəruri biliyi bölüşmək, kiməsə yol göstərmək, işlə, təhsillə təmin etmək, cəmiyyətin problemini həll etmək kimi şeylər də bir sədəqədir. Yadda saxlayın, Bəqərə surəsinin 268-ci ayəsində deyilir: Şeytan sizə yoxsulluq vədi verir və sizə pis işləri əmr edir. Allah isə sizə özü tərəfindən bağışlanma, fəzl, yəni xeyir, bərəkət vəd edir.